İddia edirlər ki, xarici ölkədə işə düzəltmək adıyla dələduzluq qurbanı olublar. Hadisə Sumqayıt şəhər sakinləri Məcid Sadıqov və Anar Babayevin başına gəlib. Onlar sosial şəbəkədə tapdıqları şəxsin vədlərinə inanaraq Slovakiyada işləmək istəyiblər. Bu məqsədlə sənədlərini və 3050 manat pulu İnara kimi tanıdıqları qadına veriblər. Mən bu adamı internet vasitəsilə tapmışdım ki, iş müqaviləsinə görə Slovakiyaya iş müqaviləsi əsasında Volkswagen şirkətinə mən işə düzəlmək istəyirdim. Məni ora işə düzəltmək adı ilə məbləğ dedi, 2500 manat bir adam üzrə. Mən onun elə bir yarısını, tam yarısını, biz 2 nəfər getmək istəyirdik. 5000 manat, ikisi bir yerdə 5000 manatı ora işə düzəlmək adı ilə bizə 3000 manat bizdən pul aldı, 3050 manat. 1500, 1501, 50 manatda bir pul aldı. İşlə bağlı xəbər çıxmadıqda həmin qadınla əlaqə saxlayıblar. Həmin vaxt isə əslində onun ad soyadının Münəvvər Muxtarov olduğunu öyrəniblər. O, vətəndaşlara səfirliyin qarşısında toplaşmaq lazım olduğunu deyib. Onlar səfirliyə yaxınlaşdıqda aldadıldıqlarını başa düşüblər. Anar Babayev deyir ki, həmin qadın onlarla bərabər bir çox şəxsi də aldadıb. Biz araşdırdıq ki, bu əslində İnara xanım deyil, Münəvvər Muxtarovadır. Və aldadıldığımızı hiss eləyəndən sonra biz bundan sənədlərlə pulumuzu tələb elədik. Və nə sənət, nə puldan bir xəbər yoxdur. Və bizi kimi bir çox insanlar da bu xanım tərəfindən zərər çəkib. Hər gün deyir ki, səhər birisi gün, səhər birisi gün. Yəni bizim pulumuzdan əlavə bütün sənədlərimiz ondadır. Bir günlük sənədimizi aldı ki, növbə götürəm o adı ilə götürüb xarici pasport, şəxsiyyət vəsiqəsi ondadır. Məsələdə adı hallanan, özünü İnara kimi təqdim edən Münəvvər Muxtarovanın da mövqeyini öyrənmək istədik. Lakin onunla əlaqə saxlamaq mümkün olmadı. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, vətəndaşların müraciətləri əsasında müvafiq polis orqanında araşdırma aparılır.